22-ci ildə Qərbi Azərbaycan icması yaranıbdır. 2024-cü ildə isə Kiçik Verdi kənd icması təsis olunubdur. Kiçik Verdi kənd icmasının təsis olunması necə Qərbi Azərbaycan icması olduğu kimi biz də onun nəzdində yaranan bir qurumuq və bu bizim bilirsiniz, birliyimizi möhkəmləndirir. Bizim elimizin adət-ənənələrini bizə unutmağa qoymur. Bu bizim bir-birimizi unutmağa deməli imkan vermir. Kiçik Verdi kənd icması yaranandan indiyə qədər səhv eləmirəm 5 dəfə biz belə tərkibdə tədbirlər təşkil eləmişik və burada oturanların, adamların əksəriyyəti də o tədbirlərdə iştirak edibdir. O tədbirlərdə iştirak edibdir, fəal iştirak ediblər. Mən onda da, indi də o keçirilən tədbirlərin fəallığına görə, sizin gəlişinizə görə öz təşəkkürümü bir daha təkrar da olsa, təşəkkürümü bildirirəm. Kiçik Verdi kənd icması bizim yarananda biz müəyyən işlər gördük. Yəni biz elə burada söz deyildi, buradan da qutarıb çıxıb gedilmədi. Belə ki, 1988-ci ildə deportasiya, yəni bizlərin siyahısını biz sizlərin köməkliyi ilə tərtib edib, tutduq, onu Qərbi Azərbaycan icmasına təhvil vermişik. Bu sözdə, adi sözdə, bir cümlədə çox asan görünə bilər. Lakin 30 il keçəndən sonra o kəndin, bütün ailələrin, adamları, üzvləri, uşaqları hamısının qeydə alınması bir qədər müşkül məsələdir. Allahın imamı köməliyi ilə biz bunun qarşısından, öhdəsindən gələ bildik. Ondan başqa biz 1941-45-ci illərdə Böyük Vətən müharibəsində iştirak edənlərin siyahısını tərtib elədik, verdik. Yenə də sizlərə çox sağ olun deyirəm ki, siz kimin qohumudur, atasıdır, babasıdır, bəli, burada oturanlar eləsilər ki, babalarını təqdim ediblər ki, Böyük Vətən müharibəsini iştirakçısı kimi. Biz onların hamısını götürüb Qərbi Azərbaycan icmasına, əziz müəllimə vermişik, təhvil vermişik. Bundan başqa kəndin ümumiyyətlə tarixi haqqında, kənd haqqında məlumatları da işləyib Qərbi Azərbaycan icmasına təqdim edilmişik. Bizim, bayaq dedim, 5 dəfə səhv eləmirəm, tədbirimiz keçibdir və bu tədbirlər yüksək, mən bunu təkrar qeyd eləmək istəyirəm. Çox yüksək səviyyədə keçibdir və o yəni orada bizim mötəbər qonaqlarımız iştirak edibdir və Qərbi Azərbaycan icmasında bizlərin, sizlərin tədbirdə belə fəal iştirak eləməsi Qərbi Azərbaycan icmasında əsas yerlərdən birini tutur. Məsələn, birinci yerində olmasa, Qərbi Azərbaycan icmasının nəzdində elə bil biz ikinci yerdə, bunu ikinci yerdə dayanırıq. Bu da nə ilə irəli gəlir? Sizin yaxşı çıxışlarınız və həmin o tədbirlərin geniş yayılması və mən bir şey də əlavə edeyim ki, yəni bu tədbirlərin hamısı lentə alınıbdır, hamısı demək olar lentə alınıbdır və YouTube deyirlər, Facebook deyirlər, orada paylaşılır və televiziyalarda göstərilibdir və kəndimiz haqqında da Mədəniyyət kanalında, CBC kanalında biz təşkil eləmişik, kəndlilərdə müsahibələr götürülür. Yəni demək istəyirəm ki, bu bizim tədbirlərimiz dünyaya çıxarılıbdır. Belə biraz təvəzzökarlıqdan kənar da olsa deyək ki, dünya çıxarılıbdır və bunları yüksək demək qarşılanıbdır, yüksək yer tutubdur.
bizim bu tədbirlərin təşkil olunmasında bir çox yoldaşların əməyi vardır. O təkcə mənim əməyim deyil. İstər bugünkü tədbirdə, bugündən əvvəlki tədbirlərdə yaxından iştirak edən yoldaşlar vardır. Və mən onların hamısına, yəni mən burada birinin adını, ikisinin adını çəksəm, bəlkə də biri yadımdan çıxar. Ona görə də kütləvi şəkildə deyirəm ki, hamının böyük əməyi vardır və zəhməti vardır. Mən onlar üçün də onlara da yenə də bir daha deməli, bu idarə heyətindən də söhbət gedir. İdarə heyəti, mən dediyim əsasən idarə heyətinə aiddir. İdarə heyətinə də öz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Dostlar, deməli, biz bu icmanı təşkil etdik. Təşkil olunanda ilk anda biz belə ilk təsisdə nəzərdə tutduq ki, icmiyə fond pulu yığılsın. Və çox böyük